Əgər bu video qarşınıza çıxıbsa, deməli qarşıdan ad gününüz gəlir. Gəlin sizə ad günü keçirmək üçün normal menyusu, canlı musiqisi, uşaq oyun meydançası və münasib qiymətləri olan bir yer göstərim. Deməli, Station Music Hall'un 199 manata 10 nəfərlik şad gün seti var. Bura nələr daxildir? 2 dənə böyük toyuq sacı, 2 yerə qoyulmaqla 8 növ kabab, lülədir, tikədir, toyuqdur, ciyərdir, xan kababıdır, kartof lüləsi, badımcan və pomidor kababı. Uşaqlar üçün 3 pors free kartof, salatlardan hərəsindən 2 dənə olmaqla paytaxt, mimoza və məkana özəl station salatı, məzələrdən turşu asortidir, acikadır, süzmə, haydari, pendir, göyərtilər, içkilərdən kompot, kola, düşes, tərxun və çay. Yəni bir məclisə bəs edəcək qədər hər şey var. Süfrə bol və doyumlu görünür. Yeməklərin ümumi keyfiyyəti normal. Yəni durub yalandan nəyisə pisləsəm düz çıxmaz. Station salatını bəyənmədim, yəni ağız dadıma uyğun olmadı. Kababların hamısı yaxşı, amma tikə və lülə çox möhtəşəm idi. Əsas da tikə. Sizə deyim ki, hər kababçı tikəni belə pambıq kimi hazırlaya bilmir. Məclis təzəcə qızışmışdı ki, məkanın canlı musiqisi bizi coşdurdu. Bax belə qəşəng xudmani salonda qol qaldırıb oynadıq. Amma ən çox xoşumuza gələn bilirsiniz nə oldu? Hamımız uşaqla gəlmişdik, amma uşaqlar məkanın oyun zonasında vaxt keçirdilər deyə bizim də baş beynimiz dinc və rahat şəkildə əylənə bildik. Station Music Hall Bakıxanov Mall'un yaxınlığında, kontaktın arxasında, parkın içində yerləşir. Əgər təqdimatı bəyəndinizsə, videonu da bəyənməyi unutmayın və hər ehtimala yadda saxlayın, bəlkə lazım oldu.